Xoş gördük əziz tələbələr. Bugünkü mövzumuz məntiqdən analogiya mövzusudur. Analogiya mövzusunda bizə nələr lazım olacaq? Burada sinonimlər, antonimlər, dünya görüşü, məktəb vaxtı keçdiyimiz biologiya, fizika, kimyadan olan ümumi məlumatlar ehtiyac olacaq. Və ən çox nə olacaq? Məsələn, bizə müəyyən bir cütlük verəcək ki, bu sözlər arasında bir məntiqi əlaqəni tapın. Eyni qaydada ikinci sözə tətbiq edin. Məsələn, verib zəhmət bəhrə. Yəni nə deməkdir? Zəhmət çəkən insanın qarşılığında bəhrəsini görür. Deməli, cinayət sözünün qarşılığını istəyir bizdən. Deməli, cinayət edən insan qarşılığında nə görür? Cəzasını çəkir. Deməli, cavab olur D variantı. İkinci sualda həkim resept. Prezident soruşur ki, nə ola bilər? Həkim resept yazır. Prezident də yazdığı ancaq fərman ola bilər. C bəndə olacaq. Üçüncü, insan beyin, kompüter. İnsan beyni ilə idarə olunur. Kompüterin idarə olunan əsas hissəsi prosesordur. Sonra dəmir, metal, hidrogen. Dəmir metalın bir növüdür, hidrogen qaz növüdür. Və burada ümumi xüsusi anlayışlar var. Ümumi olan metaldır, xüsusi olan dəmirdir. Xüsusi. Hidrogen də yenə xüsusidir, sıranı pozmamalıyıq. İkinci gələn ümumi anlayış olmalıdır. Yəni hidrogen ümumiləşdirsək bir qazdır. Rəqs yallı. Yenə rəqsin bir növü yallıdır. Rəqsin başqa növləri də var. Bir növü yallıdır. Şeirin bir növü nədir bəs? Variantlardan qəzəldir. Yenə burada ümumi olan bu dəfə rəqsdir. Xüsusi olan yallıdır. Sonra il, qış, ömür. Deməli, baxmalıyam ki, ilin son fəsli qışdır. Ömrün son fəsli deyə bilərik və yaxud son dönəmi qocalıqdır. Balıq gəlsəməylə nəfəs alır, delfinlər ağciyərlə nəfəs alır. Delfinlər məməlilər olduğu üçün məməlilər ağciyərlə nəfəs alır. Rəndə yonmaq, rəndə ilə nə isə yonuruq, hansı nələrsə pozanla isə ancaq silə bilirik. Diskussiya, müzakirə sinonim sözlərdir, yaxın mənalı, yəni eyni mənalı. Hətta iftira, iftiranın sinonimi böhtan, şər ola bilər. Y bənd. Gəldik 10-cu suala. Deməli, verib ki, usta, çilingər. Usta, ümumi anlayışda, çilingər xüsusi, yəni ustanın bir növü çilingərdir, valyutanın bir növü manatdır. Benzin, yanacaq. Hərbiçi, nə ola bilər? Burada baxmalıyam, ümumi hansıdır, əsas ona fikir verməliyəm. Yanacaq ümumidir, çünki yanacağın bir neçə növ çeşidləri var, biri benzindir. Yəni, ümumi olan burada yanacaq. Deməli, mən nəzərdə tutmalıyam ki, ikinci gələn ümumi anlayış olmalıdır. Yəni, ikinci insan yazım ki, insanın bir növü də hərbiçidir, belə deyək. Futbolçu, komanda. Futbolçu komandanın tərkibində olur, ağaclar da meşənin tərkibində ola bilər. Oksigen, tənəffüs. Yəni, insanlar oksigenlə tənəffüs eləyir. Karbon qazı nə üçün lazım olur? Ancaq fotosintez üçün ehtiyac duyulur. Elm, riyaziyyat. Elmin bir növü riyaziyyatdır. Nəşrin bir növü nə ola bilər? Kitab ola bilər, jurnal ola bilər. Nəşrlər, yəni kitablar və saitlər, dərsliklər bunlardır. Propan, qaz. Deməli, yenə baxıram, ümumi hansıdır burada? Qaz olan ümumidir. Yenə qazın bir növü propan. Propan qazı var. Və yaxud qarışqanın bir növü termitlər. Termit, yəni qarışqa növünə deyilir. Hüceyrə, membran. Hüceyrənin üst qatı, qoruyucu qatı membrandır və insanın üst qatı, onu qoruyan qatı onun dərisidir. Üzüm, kişmiş, çörək. Üzümün qurudulmuş halına kişmiş deyirlərsə, çörəyin qurudulmuş halına suxar deyəcəyik. Zoologiya heyvanları öyrənən elmdir. Kinologiya isə itləri öyrənən elm sahəsidir. Sonra metal, qızıl, maye. Metal nədir, qızıl nədir? Deməli, baxıram ki, qızıl metalın bir növüdür. Burada ümumi olan artıq birinci gələndir, metaldır. Onda bizə lazımdır maye ümumi olsun gərək birinci gələn. Onda maye ümumidirsə, ikinci gələn xüsusi mayenin bir növü. Məsələn, qaz maye deyil, buz maye deyil, bunlar mayedir. Maye bir dənə sulu halda, yəni benzin var. Maye halda benzin olur. 20.
Deməli, ətir aromaterapiya, bitkilər də onda olacaq, fitoterapiya. Yəni aromaterapiya da ətirlər haqqındadır, fitoterapiya bitkilər haqqındadır. Sonra aktivlik, passivlik əks mənalı sözlərdir. Aktiv adam, passiv adam. Yəni aktiv sürətli, passiv yavaş. Normanın əksi anormal olmalıdır. Anormal sözü də ki, patologiyadanır. Yəni patologiya nədir? Patologiyaya uğramış tutaq ki, meyvələr. Yəni normadan kənar, anormal olan nələrsə deyirlər patologiya. Qəzet, mətbuat, futbol. Yenə baxmalıyam ki, ümumi anlayış hansıdır burada. Mətbuatın bir növü qəzetdir. Deməli, futbol nəyin növüdür? İdman növüdür. Olur A bəndi. Fərziyyə, təsdiq, hipoteza. Deməli, biz belə baxmalıyıq ki, fərziyyə qoyulur ortaya. Yəni bir fərziyyələr irəli sürülür. Və belə deyək də, məsələn, fərziyyə ilə hipoteza əslində demək olar ki, eynidir. Yəni hipotezalar irəli sürülür, hələ sübuta yetirilməmiş fikirlər, fərziyyələr deməkdir. Təsdiq olmaq da ki, yəni hansısa bir fərziyyələri təsdiq edirik, yəni sübut edirik. Onda təsdiqin qarşılığı ikinci gələn sübut olmalıdır. Y bəndi. Ayaq, əsa, əngəlli ayaq üçün bir vasitə əsadır. Əngəlli göz deməyək də, görmə qabiliyyəti zəif olanlar üçün də eynəkdir. Hovuz, deməli, üzgüçülük. Yəni baxmalıyam ki, üzgüçülük üçün hovuz istifadə olunur. Ring bəsnədə istifadə olunur. Boks üçün. Boksçu yazmaram, çünki burada da insan deyil, üzgüçü deyil. Ona görə boks yazırıq. Sonra 26. Çınar, söyüd. İkisi də ağac növləridir. Şkafla masa, ikisi də mebel növüdür. İkisi də yəni eyni anlayışdır. Botanika, bitki. Deməli, ipologiya. Yenə də botanika bitkilər haqqındadır. Bizə lazımdır burada. İpologiya da atlar haqqındadır. Təəccüb, qəribə. Deməli, baxmalıyıq ki, insan qəribə nəyəsə təəccüb keçirər. Və insan nədən qorxar? Dəhşətli dənəlsə qorxar da, belə deyək. Cəbənd. Ədəd, qiymət. Ədədin qiyməti olur. Məsələn, tutaq ki, deyirəm ədəd 25. Bunun qiyməti, dəyəri olur. Sözün isə mənası olur. B bənd. Görmə, duyğu orqanıdır. Emosiya nədir bəs? Emosiyalardan biri hansıdır? Görə. Emosiya ancaq qorxudur. Emosiya nədir? Lam isə duyğu orqanıdır, başqa. Hərəkət başqa, təxəyyül başqa. Nitq. Emosiya, yəni qorxuram, sevinirəm, gülürəm. Bunlardır. Baxırıq burada. İtaliya, Apennin çəkmə. Deməli, Svet, Skandinaviya. Bu çəkmə, yəni xəritədə onun görüntüsü çəkmə formasındadır. Və burada da pələng formasında olacaq. Svet, Skandinaviyanın xəritədə görüntüsü pələngi xatırladır. Ona görə. 32. Təyyarə, stüardessa, qatar. Baxaq görək, buradan eləyə bilərik. Stüardessa bilirik ki, təyyarələrdə bələdçidir deyə bilərik də. Yəni, nəzarət eləyir vaqonlara. Qatarda da nəzarət eləyən, arada gəzən işçilərə bələdçi deyəcəyik. Ona görə olacaq A variantı. Sonra, deməli, ornitologiya quşlar haqqında elmdir. İndi bizə lazımdır ixtologiya, balıqlar haqqında. İxtiologiya, balıqlar haqqında elmdir. Xəncər, qın. Yəni, xəncəri qoymaq üçün yer qındır. Xəncəri qınında saxlayarıq. Avtomobili harada saxlayarıq? Qarajda. Qılınc, qalxan. Qılıncdan müdafiə üçün qalxandan istifadə olunur. Hücumdan da, yəni müdafiə məqsədli də, belə deyək, hücumu da onda qarşısını almaq üçün müdafiə eləyərik. A bəndi. Qarışqa, həşərat, balina. Yəni, burada artıq bəllidir ki, qarışqa bir həşərat növüdür. Balina nəyin növüdür? Məməlilərin bir növüdür. Çünki balinadır. Bunlar məməlilər sayılır. Məməlilər sinfinə aiddir. Sonra qarpız, kürə. Qarpız aydın məsələ ki, kürə formasındadır. Borudakı silindr formasında olur. Belə də yəni. Uzun borular. Silindr formasında. Qarpız isə kürə formasında. Düzbucaqlı, üçbucaq konus, düzbucaqlı.
Bu demək olar ki, riyaziyyatla əlaqəlidir. Nəyə fikir verməlisiniz? Düzbucaq fırlanma cisimləri, düzbucaqlı üçbucağın öz ətrafında fırlanmasından alınan cisimə konus deyirlər. Yəni fırlanıb belə bir konus əmələ gəlir. Yəni düzbucaqlı üçbucaq budur. Öz ətrafı, məsələn, bir oturacağı tərəfdən fırlatdım. Sərgəl çəkim, oldu konus. Və yaxud düzbucaqlı. İndi düzbucaqlının öz ətrafına fırlatsaq nə əmələ gələr? Bu zaman silindr yaranır. Çünki məsələn, bu oturacağı ətrafını fırlatsam, olacaq belə bir silindr əmələ gələcək. Kitab, əşya. Yenə kitab əşya növüdür. Balıqdakı heyvanlara aiddir. Söyüd, ağac, küknar. Deməli, baxmalıyam ki, nədir? Söyüd bir ağac növüdür. Küknar da bir ağac növüdür. Ortadakı gəlin ümumi anlayışdır. Kənardakılar isə söyüdlə küknar ağacın növləridir. Yenə balina ilə ördək burun. Baxmalıyam ki, balina da, ördək burun da hamısı məməlilər sinifinə aid olan. Yəni A bəndə olur. Ümumi anlayış məməlilər olur. Gəldik 41-də aktyor, səhnə, şəkil. Yenə baxmalıyam ki, aktyor harda çıxış edir? Səhnədə çıxış edir və yaxud səhnədə olur, belə deyək. Şəkil harda olur? Qalereyada olur. Hüceyrə, növə və göz. Deməli, biz bilməliyik ki, hüceyrə növənin daxilində yerləşir. Göz bəs nəyin daxilində yerləşir? Bəbəyin daxilində yerləşir. Yəni, göz bəbəyi dediyimiz ən içəri hissədir. Onun içərisində olan orqan gözdür. Necə ki, növənin içərisində hüceyrələr olur. Növə ümumidir. Belə. Sonra film, ekran. Təbii ki, film ekranda nümayiş olunur. Opera səhnədə nümayiş olunur. Qəzəl, nəzm bizdən istəyir, nəsrə aid nə uyğun olacaq? Belə deyək, nəzm və nəsr nədir? Nəzm ədəbiyyatda müəyyən bir qafiyəli formada yazılmış, şeir formasında yazılmış əsərlərə deyilir. Nəsr isə qafiyəsi olmadan sadəcə hər hansısa bir əsər, hekayə və s. Onda nəzm formasında qəzəl təqdim olunubsa bizə, nəsr formasında təqdim olunan əsərdən biri də romandır. Cinayət, cəza. Yenə baxıram ki, cinayətin qarşılığında biz cəza çəkərik. Şücaət, yəni qəhrəmanlıq deməkdir. Mənası qəhrəmanlıq deməkdir. Biz cavab götürməyəcəyik qəhrəmanlıq. Sadəcə şücaət, qəhrəmanlığımızın qarşısında biz mükafatını görə bilərik. Olacaq Y variantı. Nisbilik nəzəriyyəsini Einstein, təkamül nəzəriyyəsini isə Darwinindir. Gəldik növbəti suala. Deməli, baxıram ki, dərmanlar haqqında öyrənən, deməli, farmakoterapiyadır. Daşlar haqqında öyrənən isə, ingiliscə biraz məlumatınız olsa, stonoterapiyanı tapmaq olar məncə. Hər halda zümrüd birisi daşla əlaqəsi yoxdur, bir elm də deyil. Ametist, yəni elm deyil də, zümrüd ona görə zümrüdün özü bir daş kimi götürsək. Bunlar hamısı daş adlardır, amma öyrənən elm ya da onun haqqında bir elm deməyək də. Çünki dərman nədir? Terapiya, ən az baxıram ki, farmakoterapiya nədir bunun adı? Bir elm deyək, onun haqqında olan bir sahə deyək. Amma burada da daşlar haqqında yenə ancaq daşın özünü verə bilmərəm. Onun haqqında öyrənən nə isə və yaxud bir sahəni, ona görə stonoterapiya deyirik. Roman, proloq, opera. Yenə baxaq ki, nə olacaq burada? Romanın bir hissəsi proloq adlanır, yəni giriş hissəsi. Operanın giriş hissəsi isə uvertura adlanır. Musson külək növüdür. Küləyin bir növünə musson küləklər deyirlər. Şampinyon da bir göbələk növüdür. Neon qazdır və ekvador ölkə adı. Bu ekvatorla qarışdırmayın, ekvador ölkə adıdır. Sonra dairə, kürə, kvadrat. Fəza fiqurlarıdır. Belə deyək də, dairənin üç ölçülü forması deyək, kürədir. Yəni fəza fiquru kürədir və yaxud belə demək olar, kürənin bir kəsiyi dairədir. Bəs məsələn, tutaq ki, dairə deyil. Hansısa bir kəsiyi dairə formasındadır. Kürənin kəsiyi dairədir. Bəs kvadrat nəyin hansısa kəsiyi ola bilər? Kubun deyə bilərik. Çünki kubdan bir hissə kəsib çıxarsaq,
nə əmələ gələcək? Kvadrat. Balıq üzgəc. Yenə baxıram ki, balıq üzgəclərini hərəkət edir quş qanadları ilə. Kükünar, söyüd. Divan nə olacaq? Stul olacaq. Çünki kükünar da, söyüd də ağac adlardır. Divan da bir mebel növüdür. Stul da bir mebel növüdür və yaxud stul nə olsa. 100 ədəd helium. Deməli, baxmalıyıq ki, ədədlər var. Ədədlər nələrdir? Məsələn, 100 var, 200 var, 300 var. Yəni də istifadə etdiyimiz ədədlər. Yəni ki, ədədin növüdür də 100 belə deyək. İndi fikirləşməliyəm, helium nəyin növüdür? Helium qaz növüdür deyə bəndə. Qalibiyyət, məğlubiyyət, sədaqət. Deməli, bunlar baxıram ki, əks mənalı sözlərdir. Yəni, qalib olursan, əksi məğlub olmaq. Sədaqət, yəni sadiq qalmaq, əksi xəyanət deyə bəndə. Hidrosfer su təbəqəsinə deyilir. Biosfer isə canlıların olduğu təbəqəyə deyilir. Wolfram metal növüdür. Bambuk bitki növüdür deyə bəndə. Termometr temperaturu ölçür. Dinamometr isə qüvvəni ölçür. Fizikada keçilir. Balina məməlilər sinifinə aiddir. Dəvədəllə isə həşərat növüdür. Kompüter prosesor, kompüteri yenə də idarə edən, onun beyni, əsas hissəsi, prosesordan vacib hissəsi, avtomobilin isə motorudur. Xristianlıq bir dindir. Avesta isə kitab adıdır. 62. Açıq, qapalı, əks mənalı sözlərdir. Deməli, qəliz çətin deməkdir. Əksi isə asan olacaq. 10 metr müqavimət, voltmetr bəs nəyi ölçür? Gərginliyi. Tədarük, hazırlıq, yəni tədarük görmək, nəyəsə hazırlaşmaq, hazırlıq görmək, cəhalət, savadsızlığa, avamlığa deyilir. Bulaq, çeşmə, tənəzzül. Deməli, baxaq görək, bulaqla çeşmə nədir? Bulaqla çeşmə ilə eyni sözlərdir demək olar ki. Onda bizə lazımdır tənəzzül sözünün eyni mənalı ya da sinonim deyək də, süqut. Yəni, tənəzzül eləmək, süqut eləmək eyni mənalıdır. Gəldik 66-ya. Bölmə əməli, nisbət. Bölməni başqa adına nisbət deyirlər, vurmanı başqa adından hasil deyirlər. Yəni, vurma əməli hasil. Sonra spidometr sürəti ölçür, manometr. Deməli, bizdən nə istəyir burada? Təzyiq yazacaq onda, çünki təzyiqi təyin edən manometrdir. Rəqəm, ədəd. Belə deyək də, rəqəmlər birləşib ədəd əmələ gətirir. Cümləni əmələ gətirən nədir? Sözlərdir. Ornitologiya quşları öyrənir. Histologiya toxumaları öyrənən elm sahəsidir. Histologiya hüceyrələri öyrənir daha doğrusu. Mikologiya göbələkləri öyrənən elm sahəsidir. Deməli, Pekin verib Tokyo. Deməli, ayı olacaq nə onda? Panda. Toyuq, hin, yenə toyuq. Harda saxlayırıq toyuğu? Hində saxlayırıq. İnəyi harda saxlayırıq? Tövlədə. Sonra 73-də nə istəyir? Buğda, darım. Deməli, pambıq nədir bəs? Buğda, darı. Baxaq görə burada nə əlaqə var? Yəni, ipək olacaq. Çünki pambıqla ipək, buğdayla da darı. Sonra yuxarı, aşağı əks mənalı sözlərdir. Analiz eləmək, əks mənalısı analiz eləmək. Və əks mənası olacaq sintez eləmək. Bir-birinin əks sözlərdir. Səhv, yanlış. Səhv elə yanlış deməkdir. Eyni mənalı sözlərdir. Sabiq, keçmiş deməkdir ümumiyyətlə. Yəni, sabiq prezident, keçmiş yəni deməkdir, əvvəlki. Sonra gəldik numizmatika. Sikkələri öyrənəndir. Bir sahə deyək də belə. Poliqrafiya isə yazıları öyrənir. Heyva, meyvə növüdür.
Daşqın təbii fəlakət növüdür təbii ki. İxtologiya balıqları öyrənir. Kulturologiya isə mədəniyyətlə bağlı bir sahədir. Sonra kivi quş növüdür. Tropik nə ola bilər? Baxaq görə burada. Tropik iqlim ola bilər. Yəni iqlimin bir növü tropik iqlim var və sair başqa cür iqlimlər var. Təhlükə, qorxu. Yəni biz təhlükədə olanda qorxu yaşayırıq. Nə vaxt bəs inamsızlıq yaşayırıq? Aldanma vaxtı. Aldanma olarsa biz inamsızlıq yaşayırıq, inamımızı itiririk. Üzüm meyvədir. Bəs görək. Arial şrift növüdür. Yəni şrift informatikada keçilən hansı, yəni yazı tipləri də belə deyək, şrift tipləri. Ev mərtəbələrdən ibarət olur. Pilləkən isə pillələrdən ibarət olur. Dəmir, dəmirçi. Yenə baxaq. Dəmirçi, yəni dəmirlə işləyir. Taxta ilə işləyən dülgər. Debənd. Pozan silmək üçün istifadə olunur. Qayçı kəsmək üçün istifadə olunur. Deməli, gəmi limanda. Limana yaxınlaşır, limanda saxlayır. Qatar isə vağzala yaxınlaşır, vağzalda saxlayır, belə deyək. Hüceyrə, sitoplazma, qan da plazmadan ibarətdir. Şəkil qalereyada olur, eksponat. Deməli, görək. Dedim, şəkil qalereyaya baxıram. Eksponat bəs harda yerləşər? Təbii ki, muzeylərdə olur. Benzin, yanacaq, hərbiçi. Aha, burada nəyə diqqət eləməliyik? Buna oxşar bir sual da bayaq yazmışdıq. Orada cavabı insan götürmüşdük. Amma burada insan olmayacaq. Niyə? Çünki yanacağın bir növü benzindir. Yəni burada yanacaq ümumi anlayışdır, düzdür. Və benzin də xüsusi anlayışdır. Yəni xüsusidən ümumiyə. Deməli biz də sıranı pozmadan birinci gələn xüsusi olmalıdır, ikinci gələn ümumi olmalıdır. Bu dəfə hərbiçiyə ümumi anlayış kimi baxacağıq. Yəni xüsusi insanın bir növü hərbiçi kimi yox. Hərbiçinin bir növü nədir, onu tapmalıyıq. Hərbiçilərin bir növü də əskərdir. Çünki hərbiçilərin bir neçə rütbələri olur, onlardan biri də yəni əskərdir. Ona görə cəbəndə. Arı, neştər, ilan. Deməli, arı neştəri ilə sancır ilan dişi ilə. Günəş, ulduz. Deməli, kəhraba daş deməkdir. Barmaq, üzük. Barmağa üzük taxa bilərik. Biləyə də ki, bilərziyi taxarıq. Obyektiv fikir, subyektiv fikir. Belə deyək də, əks mənalı deyə bilərik. Mənfi də müsbət olacaq əksi. Ox, mərmi. Deməli, ox keçmiş zamanlarda istifadə olunan silah idi. Mərmi indiki zamanda istifadə olunan. Qramofon da keçmiş zamanda istifadə olunurdu. İndiki zamanda onu əvəz edən maqnitofonlar var. Sonra ting, qulun, ağac nədir bəs? Buna baxaq. Ağacın deməli bir kiçik halına ting deyəcəyik. Qulun isə atın kiçik deyək də, balasına deyək. Kiçik versiyasına deyir. Yəni biz burada ting ilə ağacı, qulunla da atı uyğunlaşdırdıq. Qaxacla, qax ətlə. Ətin deməli qaxacla uyğunlaşdıracağıq. Qax isə meyvənin qurusudur. Ət qurusu oldu qaxac. Qax nəyin qurusu oldu? Meyvənin qurusu oldu. Deməli, çalğı, libretto, musiqi. Burada nəyə fikir veririk? Musiqinin mətni olur, çalğının librettosu, yazılı yəni sözlə ifası, musiqində mətni olur. Deməli, diskussiya, disput, müzakirə. Yəni burada nəyə fikir verməliyik? Müzakirə eləmək biri var, nəyisə diskussiya eləmək. Disput isə mübahisə deməkdir. Sinoptik hava, deməli, ornitoloq quşlar haqqında. Sinoptik yəni hava haqqında danışır. Hava haqqında araşdırır, öyrənir. Ornitoloq isə quşlar haqqında. Səs, kamerton, zəlzələ. Deməli, zəlzələ nə olacaq onda? Tektonik bir prosesdir.
Sonra pətəyi zavod. Bal. Deməli baxıram ki, pətə ilə balı uyğunlaşdıraram. Pətəkdə bal istehsal olunur, zavodda da avtomobil istehsal oluna bilər. Deməli, verilmiş sözlər əsasında məntiqi əsas, əlaqəyə əsaslanaraq uyğun olan variantı tapın. Tablo rəssam. Yəni baxmalıyam ki, tablonu rəssam tabloda çəkir də, belə deyək. Sonra indi məsələn ayaqqabı dərinin üstündə işləmir. Palitra fırçanın üstündə işləmir. Heykəltaraş mərmərin üstündə işləyir, bəli, ola bilər. Taxta iskelənin üstündə işləmir. Dülgər çəkicin üstündə işləmir. Eləcə variant. Gövdə ağac meşə. Ağacın gövdəsi olur. Onun əsas hissəsi, yəni əsas hissəsi özəyə gövdəsidir və ağaclarda meşədə olur, belə deyək. Sonra monitorun əsas hissəsi kompüter deyil, dəftərin əsas hissəsi vərəq deyə bilərik, amma dəftər kitabın içində yerləşmir. Sonra cümlələr, cümlənin əsas hissəsi sözdür. Yəni cümlə sözdən ibarətdir və cümlələr mətnin içində olur deyə bilərik bunu amma. Çünki dəftərlə kitab elə eyni mənalı deyil, sadəcə yaxın mənalı deyək də dəftərlər, kitablar. Yəni biri birinin içində yerləşmir də, söhbət ondan gedir. Ağac meşənin içində olur. Yəni bir neçə ağac birləşib meşə əmələ gətirir, bir neçə cümlə birləşib mətn əmələ gətirir. Bu formada da baxa bilərik. Sonra bunu da baxaq. Nəqliyyat, təyyarə, avtomobil. Deməli, təyyarə və avtomobil nəqliyyat vasitələridir. İndi bizə lazımdır bu formada quş növləri. Durna ilə toyuq ikisi də quş növüdür. Bəli. Kitab vərəqlərdən ibarətdir. Cümlə də sözlərdən ibarət olacaq. Çünki yəni kiçik hissələri, cümlənin kiçik hissələri sözlərdir. Bağban, ağac, məhsul. Deməli, bağban ağacdan məhsul yığa bilər. Düzdürmü? Bu formada baxmalıyam. Onda mən də belə düşünüm. Rəssam şəkildən fırça əldə eləmir. Həkim dərmandan xəstə əldə eləmir. Şagird kitabdan bilik əldə edir. Ola bilər cəbənd. Sahə, həcm. Məsələn, nəyəsə sahəsi metr kvadratı, həcm deyəndə metr kubu. Bəs indi mənə buna uyğun. Deməli, metr kvadratdan metr kubunu almaq üçün mən onu bir dəfə metrə vurmalıyam. Düzdürmü? İndi biz də baxaq görək. Uzunluq metrdir. Metrə vursam metr kvadrat almalıydım. Yəni sahəni almalıyam. Ona görə uzunluqla sahəni götürəcəm. Körpü, sahillər. Deməli, görək burada nədir? Belə deyək də. Sahilə keçid körpü vasitəsilə olur. İnsanlara keçid, insanlar arasında əlaqəni də dil yaradır. Yəni sahillər arası əlaqəni yaradan, iki sahil arasında məsələn əlaqəni yaradan körpülər olur. İki insan arasında əlaqəni yaradan dil vasitəsilə, ünsiyyət vasitəsilə olur. Caynaq, qartal, qartalın caynağı olur. Bəbirin isə pəncələri olur da, belə deyə bilərik. Buğda, un, çörək. Buğda, un, çörək. Buğdadan un alınır, undan çörək alınır. İndi bu formada görək ardıcıllıqla nədən nə ala bilərik? Buluddan şimşək alınmır, səhvdir. Zəhərdən ilan alınmır, qoyundan ət alınmır. Yanacaqdan neft alınmır. Ağacdan kağız ola bilər. Kağızdan da kitab alınır, yebənd. Vəkil, hüquq, müdafiə. Vəkil bizim hüquqlarımızı müdafiə edir. İndi bu formada olan bir söz tapmalıyıq. Görək. Deməli, bəstəkar səsimizi not eləmir. Həkim tibbi dərman eləmir. Futbol idmançısı idman mənasızdır. Müğənni musiqini ifa edir. Ola bilər. Həkim, terapevt. Həkim, terapevt. Deməli, həkimin bir növü terapevtdir. Burada görək nəyinsə növü. Yəni başqa həkim növləri də var, biri terapevtdir. İndi baxaq burada cinayətkarın bir növü qatildir. Başqa da ola bilər, amma qatil yəni cinayətkara deyilir. Bəstəkar amma şair deyil, uşaq adam, dosent, aspirant uyğun deyil, diktor, rejissor uyğun deyil. Gəldi 112.
texnika, traktor. Belə deyə bilərik də. Texnikadır, yəni traktor. Və yaxud müəllim məktəb deyil amma. Mebel ağac deyil. Musiqi not deyil. Paxlava şirniyyatdır, bəli. Rezin təkər deyil. Mürəkkəb qələm yazım. Qələmin içində mürəkkəb olur və həmin mürəkkəbdən yazı yazırıq biz. Deməli, avtomobilin içində benzin olur. Yəni onun belə deyək də əsası qələm nə ilə idarə olunur? Mürəkkəbi ilə də qələmin içində olan əsas mürəkkəbi olur ki, ondan yazı yazırıq. Avtomobil idarə olunması üçün əsas lazım olan benzindir. Və onu nə üçün istifadə edirik? Hərəkət etmək üçün. Çünki sapın içində olan iynə deyil. Damarın içində olan ürək deyil. Ağacın içində olan yarpaq deyil. Kitabın içində olan vərəq. Yenə də demək də olar, amma kitabı dəftər yenə əlaqəsiz olacaq. Çünki biz kitabdan nə üçün istifadə edirik? Dəftər üçün məntiqsiz olur. Müəllim, diplom. Deməli, müəllim diplom alır da deyə bilərik. Və yaxud diplomu olub ki, diplomu var ki, bu adam müəllim olub. Diplomunu alıb da belə deyək. Onda biz qandalla məhbus deyə bilmərik. Vəsiqəni almalıyam nəyin? Sürücülüyün. Yəni sürücülük olmaq üçün vəsiqə almalıyam. Müəllim olmaq üçün diplom almalıyam.